Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün 5-ci bölmənin ümumiləşdirici tapşırıqlarına baxacağıq. Çalışma bir sxemi tamamla deyir. Burada bir sxem görürük. Atomun tərkibi soruşulur. Bir iki atom, proton, elektron və neytronlardan ibarətdir. Burada Y hərfi yazılıb. Yəni bu elektronun şərti işarəsidir. O zaman ona uyğun olan budamada biz elektron yazarıq. Oraya yazaq elektron. Deməli, elektron, proton, elektronun şərti işarəsi Y-dir, protonun da şərti işarəsi P olar. Burayı da P yazarıq. Bir də qaldı neytron. Neytronun da şərti işarəsi N-dir. Deməli, beləliklə sxemi tamamlamış olduq. Atom 3 hissəcikdən ibarət olur. Elektron, proton və neytron. Elektron şərti işarəsi Y-dir, protonun şərti işarəsi P, neytronun şərti işarəsi isə N-dir. Davam edək. Növbəti çalışma 2 nömrəli çalışmadır. Uyğunluğu müəyyən et deyir. Birinci elektrondan başlayaq. Elektron üçün baxaq görək hansılar doğrudur. A bəndini oxuyuram. Neytral zərrəcikdir. Xeyr, elektron neytral zərrəcik deyil. B bəndi elektron mənfi yüklü zərrəcikdir. Bəli, elektron mənfi yüklü zərrəcikdir. Bu düzdür. Davam edək. C müsbət yüklü zərrəcikdir. Xeyr. D sərbəst yük daşıyıcıdır. Bəli, elektron sərbəst yük daşıyıcıdır. D də elektrona gedər. Y-yə baxaq. Nüvədən kənardadır. Bəli, elektron nüvədən kənarda yerləşirdi. Proton və neytron isə nüvədə yerləşirdi. İndi protonu oxuyaq. Proton üçün sadəcə 2 variant qaldı. A neytral zərrəcikdir. Xeyr. C müsbət yüklü zərrəcikdir. Bəli, proton müsbət yüklü zərrəcik idi. Bunu da belə çəkək. Sıra neytrona gəldi. Neytron üçün zaten bir variant qaldı. A bəndi neytral zərrəcikdir. O zaman elektron üçün B, D və Y yazarıq. Elektron üçün yazırıq. B, D, Y. Sonra proton üçün müsbət yüklü zərrəcikdir. C yazırıq. Proton üçün C yazdıq. Qaldı neytron. Neytron üçün də A yazdıq. Belə. Davam edək. Növbəti çalışmamız 3 nömrəli çalışmadır. Elektrik yükü mənfi 2Y olan cisim 2 hissəyə bölünərsə, variantlardan hansı həmin hissələrin elektrik yükü ola bilməz? Cavabını əsaslandır. Bu hissəsi önəmlidir. Elektrik yükü ola bilməz deyə soruşur. Bizim də cismin elektrik yükü əvvəl nə qədər idi? Mənfi 2Y idi. Fərz edək ki, belə bir cismimiz var. Bu cismin elektrik yükü mənfi 2Y idi. İndi bunu 2 hissəyə bölürük. Fərz edək ki, 2 hissəyə bölürük biz bunu. Ortadan böldük. Birinci hissə bu hissə olsun. İkinci hissə də bu hissə olsun. Bunları da silək. Bu zaman bunun hər bir hissəsinin özünün yükü olacaqdır. Birinci hissənin yükü Q1 olsun. İkinci hissənin yükü Q2 olsun. Lakin elektrik yükün saxlanması qanuna görə bunların yüklərinin cəmi elə mənfi 2Y-yə bərabər olar. Elektrik yükü additiv kəmiyyətdir. Yəni bir cisim bir neçə yerə bölünsə də həmin hissələrin yükləri cəmi o bölünməzdən əvvəlki yükün miqdarına bərabər olur. Yəni nəticə etibarilə biz yazarıq. Q1 üstə gəl Q2 bərabərdir mənfi 2Y olmalıdır. Bu hissədəki yükə Q1 yazaq. Bu hissədəki yükə isə Q2 yazaq. Baxaq görək hansında bunların cəmi mənfi 2Y-yə bərabər olmur. Bunların cəmi mənfi 2Y-yə bərabər olmalıdır. Bizdən nə soruşulur? Hansında ola bilməz. Baxaq. A bəndində müsbət 3Y-ni mənfi 5Y ilə topladıqda mənfi 2Y alınır. Demək ki, A bəndini seçməliyik. B bəndinə baxaq. Mənfi 2Y ilə mənfi Y-ni toplasaq, mənfi 3Y alarıq. Aha. Deməli, bizim əldə etməli olduğumuz bu nəticəni əldə etmədik. O zaman ola bilməzə elə B bəndi gedər. O zaman düzgün cavabımız elə B bəndi olar. Əlavə olaraq digərləri də baxa bilərik. C bəndində mənfi 3Y ilə müsbət Y-ni toplasaq,
y'ndə mənfi 2y alınır. D bəndində mənfi 4y ilə müsbət 2y'ni toplasaq alınır mənfi 2y. Y bəndində də mənfi 7y ilə müsbət 5y'ni toplasaq yenə mənfi 2y alınır. Buradaki cevap variantlarına baktığımız zaman her birisinde mənfi 2y alındı. Sadece B bəndində mənfi 3y alındı. Yani bu nəticəni almadıq. Bunda olabilmez olarak elə B bəndini götürərik. Devam edək. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Qara hərflərlə verilmiş sözlərdən uyğun olan altından xətt çək. En küçük elektrik yükü ədədi qiymətcə neytronun və yaxud elektronun elektrik yükünə bərabərdir. Neytronun zaten elektrik yükü yoktur. Cevap olarak elektronun elektrik yükünü seçerik. Ve biz demiştik ki elementari yük elektronun yüküne beraber idi modulcu. Həmin yük elementar elektroneytral yük adlanır. Elektroneytral sözü ile yük sözü zaten birbirine zıttir. Elementar yük adlanır. Devam edek sonra. Ve Y Q harfiyle işaret edilir. Q harfiyle ümumilikte yükü işaret ederdik. Elementar yükü ise Y harfiyle işaret ederdik. Bunu biz Y'nin altından xətt çəkək. Devam edək. Elektron ve protonun elektrik yükləri qiymətcə fərqli və yaxud da bərabər. İşarəcə əksdir və yaxud da eynidir. Bilirik ki protonun elektrik yükü ilə elektronun elektrik yükü birbirine bərabərdir. Q proton bərabərdir. Modulca Q elektron o da bərabərdir elementar yük. Yani hem protonun hem de elektronun elektrik yükü elementar yüke beraber olur. Lakin işarece əksdir. O zaman biz proton ve elektronun elektrik yükler qiymətcə beraberdir seçerik. İşarece ise əksdir seçerik. Devam edək. Deməli en küçük mənfi elektrik yükü elektronun, en küçük müsbət elektrik yükü ise protonun yüküdür. Bəli. Düzdür. Bundan da daha küçük yükler var ama onlar serbest halda değil. Mesela protonun daxilində kvarklar var. Kvarkların yükleri elektronların ve protonların yükündən də kiçikdir. Lakin onlar proton daxilində həbs olunublar. Yani onu hələ ki parçalanmaq mümkün olmayıb. Devam edək. Çalışma 5. İki müxtəlif cisimdeki elektronların sayı fərqli olarsa bu cisimlerin elektrik yükü eyni ola bilərmi cevabı əsaslandır. Fərzdə ki iki dənə cisim var. Bu A cismi olsun. Burada da bir dənə də belə bir B cismi de var. Bunların deyilir ki elektronların sayıları fərqli olarsa onların elektrik yükü eyni ola bilərmi? Gelin baxa görək. Bunların elektronların sayı fərqli olarsa ne olur? Birincinin elektronların sayı 100 olsun. Yazıram mənfi 100 Y onun elektrik yükü olar mənfi yüklerin. İkincisinde elektrik yükü olsun 70 Y. Yani 70 tane elektronu var bunun da. Bunların ikisinin de yükü eyni ola bilərmi? Mesela ben de istəyirəm hər ikisinin yükü müsbət 30 olsun. Bunun da yükü müsbət 30 Y olsun. Bunun da yükü müsbət 30 Y olsun. Böyle bir şey ola bilərmi? Olabilir elbette ki. Mənfi yani 100Y olan yani elektronların sayı 100'dürsə nəticəni müsbət 30 almaq üçün biz protonların sayını müsbət 130Y olarak seçerik. Yani protonların sayı 130 olarsa elektronların sayı da 100 olarsa onda bu cismin elektrik yükü müsbət 30Y olar. Bunda bəs B bəndində elektronların sayı 70'dir. Lakin nəticə olarak müsbət 30Y almaq istəyirəm. Belə bir şey mümkündürmü? Bəli. Eğer protonların sayı 100 olarsa yani müsbət yüklərin miqdarı müsbət 100 olarsa onda 70 tane elektronumuz 100 tane protonumuz mənfi 70Y üstə gəl 100Y müsbət 30Y ola bilər. Deməli bu iki cismin elektronların sayı fərqli oldu. Bunda 100 elektron var. Burada 70 elektron var. Ama elektrik yükü eyni oldu. Burada 130Y var. Burada ise 100Y var. Yani netice itibariyle her ikisinin elektrik yükü 30Y oldu. Yani elektrik yükü eyni oldu. Devam edek. Çalışma 60.
Deyilir ki, plasmas cismi elektriklənmə ardıcıllığı cədvəldəki hər hansı cisimlə sürtdükdə plasmas cisim müsbət elektrik yükü ilə yüklənə bilərmi? Plasmas cisim müsbət elektrik yükü ilə yüklənə bilərmi? Gəlin buna baxaq. Biz plasmas cismə gəlməzdən əvvəl buradan bir dənə fərqli maddəni seçək. Məsələn, kağız bir cismi seçək. Kağız cismi ondan yuxarıdakı maddələrdən hazırlanmış cisimlər sürtdükdə həmin cisimlər müsbət yüklə yüklənir. Aşağıdakılara sürtdükdə isə həmin cisimlər mənfi yüklə yüklənir. Məsələn, kağızı şüşəyə, yuna, ipəyə sürtdükdə onlar müsbət yüklə yüklənir. Lakin plasmasa və pambığa sürtdükdə isə onlar mənfi yüklə yüklənirlər. Bu nə deməkdir? Bu deməkdir ki, kağız yuxarıdakı maddədən hazırlanmış cisimlər sürtüldükdə onlardan elektronu özünə alır. Lakin aşağıdakı cisimləri sürtdükdə isə özü onlara elektronları verir. Bunu plasmas üçün tətbiq etdikdə, bu hissəni silirəm. Sildim bu hissəni. İndi eyni şey plasmas üçün tətbiq etməyə çalışaq. Plasması yuxarıdakı cisimləri sürtdükdə onlar müsbət yüklənirlər. Aşağısında isə zaten cisim yoxdur yəni. Deməli, plasması bu cədvəldəki cisimlərdən hər hansı birisinə sürtdükdə həmin cisimlər müsbət yüklənir. Əlbəttə ki, onlar müsbət yüklənirsə plasmas özü necə yüklənər? Özü mənfi yüklənər. Bizdən hissədən soruşulur, plasmas cisim müsbət elektrik yükü ilə yüklənə bilərmi? Xeyr, plasmas bu cisimlərin istənilən birisinə sürtüldükdə mənfi yüklənər. Həmin cisimlər isə elektronlarını itirər və müsbət yüklənər. Cavabımız nə olar? Xeyr. Əsaslandırması da budur ki, plasmas atomlarının nüvələri yuxarıdakı maddələrin atomlarının nüvələrindən elektronları özünə daha güclü şəkildə cəzb edir və elektron itirmək istəmir, doğru dildə desək. Yəni elektron itirməyə meyilli deyil, elektronu qazanmağa meyillidir. Davam edək. Növbəti çalışmamız 7 nömrəli çalışmadır. Euler-Venn diaqramında elektroskopun iki üsulla elektriklənməsinə uyğun bəndləri seç. Bir toxundurma yoludur, digəri isə induksiya yoludur. Hər bir hala aid bir nümunə çəkək. Fərzdəki birinci halda toxundururuq. Müsbət yüklənmiş bir cismimiz var. Bunu gətirib bir elektroskopa, neytral elektroskopa toxundurduq. Bu zaman bu müsbət yüklənmiş cisimdən elektroskopa müsbət yüklər keçər. Əslində müsbət yüklər keçmir də mənfi yüklər elektroskopdan cismə keçir. Amma biz belə deyə bilirik ki, müsbət yüklü cisimdən elektroskopa müsbət yüklər keçər. Həm kürəcik hissəsi, həm də vərəqlər burada yaxınlaşdırdığım müsbət yükün yükü ilə yüklənir. Əlbəttə ki, müsbət yükün özünün yüklərinin bir hissəsi azalar. Bax, bu şəkildə azaldığını çəkmək olar. Davam edək. Bu toxundurma olduqda olur. İndi isə yaxınlaşdırıq. İnduksiya məsafədən təsirlə yüklənmədir. Bunu elektroskopun kürəciyinə yaxınlaşdırsaq, əgər elektroskopumuz neytraldırsa, buradakı elektronlar, yəni vərəqlərdəki elektronlar keçir haraya? Kürəcik hissəsində toplanır. Çünki müsbət yüklü cisim onları cəzb edir. O zaman elektronlar kürəciyə keçdiyi üçün kürəcik mənfi yüklənir. Vərəqlər isə elektronlarını itirdiyi üçün müsbət yüklə yüklənir. Lakin ümumilikdə isə bizim bu elektroskopumuz elektroneytraldır. Bunun elektrik yükü sıfırdır. Çünki toxunmadı. Bundan buna bir yük keçmədi. Sadəcə olaraq bu elektroskopda yüklərin yeri dəyişdi. Buradakı mənfi yüklər yığıldı kürəcik hissəsinə və vərəqlər müsbət yüklə yüklənmiş oldu. Ümumilikdə isə elektroneytral qaldı. Buradakı elektroskop isə müsbət yüklənmiş cismin yükü ilə, yəni müsbət yükü ilə yüklənmiş oldu. İndi isə uyğunluğu axtaraq bir metal başlıq ilə vərəqlər eyni işarəli yüklə yüklənir. Metal başlıq ilə vərəqlər eyni işarəli yük ilə yüklənib toxundurulma zamanı, induksiya zamanı isə əks adlı yüklərlə yüklənib. O zaman biri yazaq birinciyə, ikini metal başlıq ilə vərəqlər müxtəlif işarəli yüklə yüklənib bu nümunədə
ve onu yazırıq ikinciyə. 2-ni ikinciyə yazırıq. 3. Vərəqlər eyni işarəli yüklə yüklənir. Yəni 2 vərəqdən gedir söhbət. Burada da vərəqlər eyni işarəli yüklə, burada da eyni işarəli yüklə yüklənib. Müsbət, müsbət, burada da müsbət, müsbət. Yəni önəmli olan bunu bilməyinizdir ki, vərəqlər heç vaxt biri müsbət, biri mənfi yüklə yüklənməz. Çünki biz elektroskopun yükləndiyini necə müşahidə edirdik? Vərəqlər bir-birindən aralandıqda. Yəni vərəqlər bir-birindən aralanırsa, demək ki, elektroskop yüklənmişdir və vərəqlər bir-birini itələyir. Bu da o mənaya gəlir ki, hər ikisi eyni yüklə yüklənmişdir. Onda vərəqlər eyni işarəli yüklə yüklənir. Bu gəlir ortaya. 3'ü ortaya yazdıq. 4. Metal başlığın elektrik yükü ilə vərəqlərin elektrik yükünün cəmi sıfıra bərabərdir. Burada müsbəti müsbətə toplayanda yəni sıfır almarıq. Amma lakin burada əvvəl elektroneytral idi. Sadəcə yerlərini dəyişdirdi. Burada nə qədər mənfi yük varsa, burada da eyni qədər müsbət yük var və nəticədə cəmi sıfır edər. O zaman 4'ü də ikinciyə yazarıq. Qaldı 5-ci. Elektroskop yükləndikdə ondakı elektronların sayı dəyişir. Burada sayı dəyişmir. Burada sadəcə yer dəyişdirir. Lakin burada isə əvvəl neytral idi. İndi müsbət yüklə yükləndisə elektronların sayı azalmışdır. Yəni dəyişmişdir. O zaman 5'i də birinciyə yazarıq. Deməli 1'ə 1, 5, 3'ə 3, 2'ə 2, 4 uyğun gəldi. Davam edək. Bu bizim də isə son çalışmamızdır. Bəli. Çalışma 8. Şəkildəki protonu elektronla əvəz etsək, A və B nöqtələrində elektrik sahəsinin intensivliyinin istiqaməti və ədədi qiyməti necə dəyişər? Burada proton təsvir olunub. Mən də bir dənə elektron çəkirəm. Bizim elektronumuz olsun. Eyni şəkildə 2 dənə xətt çəkək. A nöqtəsində bu elektronun yaratdığı elektrik sahəsinin intensivliyi protonda özündən xaricə doğru yönəldi belə. Burada da. Lakin proton müsbət yük olduğu üçün belə oldu. Özündən xaricə doğru yönələr. Amma elektron mənfi yük olduğu üçün onun özünə doğru yönələr. Bu bizim Y1 yükümüz olar. A nöqtəsindəki. B nöqtəsi daha uzaqdadır. Buradakı yük isə Y2 yük olar. O da özünə doğru olar. Çünki mənfi yükdə intensivlik vektoru yükün özünə doğru yönəlir. Burada belə, burada belə. Lakin ədədi qiyməti dəyişməz. Deməli, istiqaməti dəyişmiş oldu. İstiqaməti yazırıq, biz dəyişər. Lakin ədədi qiyməti isə dəyişməz. Məsafə eyni isə, deməli, ədədi qiymət dəyişməz. Fərzlə ki, Y1'imiz 12 Newton böl kulon idi. Y1 isə məsələn 3 Newton böl kulon idi. Burada da Y1'imiz 12 Newton böl kulon olar. Y2'miz isə 3 Newton böl kulon olar. Bu niyə belə oldu? Çünki proton ilə elektronun yüklərdə bərabərdir. Məsafələr də eynidir. Məsələn, buradakı məsafəyə RA desək, buradakı məsafəyə də RB desək, burada da bu məsafəyə RA deyə bilirik, bu məsafəyə RB deyə bilirik. Məsafə eyni, yüklərin də modulları eyni, o zaman intensivlik də eyni olar. Nəticə etibarı ilə ədədi qiyməti dəyişir. Daha doğrusu ədədi qiyməti dəyişməz. 12, 12, 3, 3'tür. Lakin istiqaməti dəyişdi. Burada özündən xarica doğru yönəldiyi halda yükdən. Burada isə yükün özünə doğru yönəlir. Belə, bu günlük bu qədər. İnşallah növbəti dərsdə görüşərik. Sağ olun.